Salam, bilirsinizmi, dünyanın ən zəngin, ən inkişaf etmiş ölkələrindən bazıları sanki səssizcə bir dəyişiklik yaşayır. Yox, bu heç bir fantastik filmin mövzusu deyil. Bu, bugün Avropa, Şimali Amerika və Avstraliyada baş verən çox real bir demoqrafik vəziyyətdir. Gəlin birlikdə baxaq görək, bu təəccüblü dəyişikliyin arxasında nə dayanır və bu bizim gələcəyimiz üçün nə deməkdir? Hə, bilirəm. Qulağa biraz qəribə gəlir, elə deyilmi? Bütöv bir ölkə necə qocala bilər ki? Amma bax bu sual bugünkü araşdırmamızın tam mərkəzində dayanır. Çünki hazırda bir çox yüksək gəlirli region məhz bu reallıqla üz-üzədir. Məsələnin kökü əslində çox sadə bir faktdadır. Yüksək həyat səviyyəsinə malik bir çox regionda əhali artımı ya xeyli yavaşlayıb, ya tamamilə dayanıb, ya da hətta yerləməyə başlayıb. Gəlin aydınlaşdıraq. Bu nə deməkdir? Əhalinin dəyişməsini anlamaq üçün bizim əsas açar sözümüz təbii artımdır. Bu termin miqrasiyanı, yəni kənardan gələnləri və ya gedənləri nəzərə almır, yalnız doğum və ölüm rəqəmlərinə baxır. Yəni, gəlin sadələşdirək. Bir ölkədə doğulanların sayı ölənlərdən çoxdursa, təbii artım var. Yox, əgər ölənlərin sayı daha çoxdursa, deməli təbii azalma baş verir. Bu qədər sadə. Baxın, bu diaqram vəziyyəti əslində çox aydın göstərir. Diqqət edin, məsələn, İtaliya və Almaniya kimi ölkələrdə ölənlərin sayını göstərən çəhrayı sütun, doğulanların sayını göstərən mavi sütundan daha hündürdür. Bu o deməkdir ki, bu ölkələrdə əhali təbii olaraq azalır. Amma bəzi ölkələr də var ki, məsələn, İspaniya, Avstriya və ya Danimarka. Orada vəziyyət biraz fərqlidir. Burada doğum və ölüm rəqəmləri demək olar ki, bir-birinə bərabərdir. Nəticədə təbii artım sıfıra yaxın olur. Və sadəcə olaraq nəsillər bir-birini əvəz edir. Yaxşı, bəs sual oluna bilər ki, bu ölkələrdə ölüm səviyyəsi niyə bu qədər aşağıdır? Cavabsa əslində çox pozitiv bir yerdə gizlənib. İnsanlar daha uzun ömür sürür. Məsələn, İtaliyada keyfiyyətli səhiyyə və düzgün qidalanma sayəsində orta ömür müddəti heyrətamiz şəkildə 83 ilə çatır. Okey, deməli insanlar daha uzun yaşayır. Bu əladır. Amma onda niyə əhali artmır? Məsələnin digər tərəfi də var. Doğum sayının kəskin azalması. İndi isə gəlin bu dəyişikliyin arxasında dayanan o mürəkkəb səbəblərə bir nəzər salaq. Əslində, səbəblər elə bizim müasir həyat tərzimizdə gizlənib. Fikir verin, qadınlar artıq daha çox təhsil alır, karyera qurur. İnsanlar daha gec yaşda ailə həyatı qurur. Uşaq böyütməyin iqtisadi yükü də get-gedə artır. Üstəlik, dövlət yaşlı nəslin qayğısını öz üzərinə götürdükcə böyük ailələrə olan o ənənəvi ehtiyac da azalır. Bütün bu amillər bir yerə yığılanda ailə planlamasında tamamilə yeni bir səhifə açılır. Bax, doğum sayının azalması və ömür müddətinin artması bir araya gələndə ortaya çox ciddi bir nəticə çıxır. Buna millətin qocalması deyirlər. Yəni, demoqrafik qocalma nə deməkdir? Bu o deməkdir ki, cəmiyyətdə uşaqların və gənclərin payı azalır, yaşlı insanların payı isə get-gedə artır. Ümumiyyətlə, əhalinin 12-14% yaşlılardan ibarət olanda bu prosesin rəsmən başladığı qəbul edilir. Və bu, sadəcə bir statistika deyil, bu bir ölkənin bütün gələcəyini dəyişən bir qüvvədir. Və bu, əsl domino effekti yaradır. Gəlin mərhələ-mərhələ baxaq. İşləyən insanların sayı azalır. Bu, avtomatik olaraq dövlətin vergi gəlirlərinin azalmasına səbəb olur. Eyni zamanda, pensiyaçıların və tibbi yardıma ehtiyacı olan yaşlıların sayı artır, bu da dövlət xərclərini göyə qaldırır. Gördüyünüz kimi, bu, çox ciddi sosial və iqtisadi bir sınaqdır. Yaxşı, bəs bu demoqrafik böhranın qarşısını alan, bu tendensiyanı tarazlayan bir qüvvə varmı? Bəli, var və bu qüvvənin adı miqrasiyadır. Təbii azalmanı kompensasiya edən yeni məhərrik məhz immiqrasiyadır. Bu həqiqətən də inanılmaz bir tarixi dəyişiklikdir. Bir düşünün, əsrlər boyu insanlar daha yaxşı həyat axtarışı üçün Avropanı tərk edirdilər. İndi isə Avropa bütün dünyadan insanları özünə cəlb edən bir məkana çevrilib. Bu xəritəyə baxanda miqrant axınlarının əsas istiqamətlərini çox aydın görmək olur. Biz burada həm Avropadan kənardan gələn böyük axınları, həm də Avropa Birliyi daxilində ölkələr arasındakı hərəkətliliyi görürük. Avropada bu təxminən 18-20 milyon əcnəbi işçinin çoxu üçün xüsusi bir termin də var. Gastarbeiter. Alman dilindən tərcümədə qonaq işçi deməkdir. Yəni onlar iqtisadiyyat üçün çox vacibdirlər, amma çox vaxt vətəndaşlıqları olmur. Bu rəqəmlər əslində miqrasiyanın təsirini çox çarpıcı şəkildə göstərir. Sadəcə təsəvvür edin, Lüksemburqda əhalinin demək olar ki 40%, İsveçrədə isə hər 5 nəfərdən biri əcnəbi işçidir. Bu, həmin ölkələrin iqtisadiyyatı və cəmiyyəti üçün nəhəng bir qüvvə deməkdir. Və bu model təkcə Avropaya aid deyil əlbəttə.
ABŞ-ın, Kanada, Avstraliya kimi ölkələr var ki, onlara immiqrant millətləri deyilir. Onların demək olar ki, bütün əhali artımı məhz miqrasiya hesabına baş verir. Bu statda da deyildiyi kimi, xüsusilə Amerika dünyanın hər yerindən gələn insanların yaratdığı bir mozaikadır. Beləliklə, gəlib çıxdıq əsas məsələyə. Bir tərəfdə təbii azalma və millətin qocalması prosesi gedir, digər tərəfdə isə əhalini sanki təzələyən, cavanlaşdıran bir immiqrasiya dalğası var. Bəs bu iki güclü tendensiyanın toqquşması bu ölkələrin gələcəyini, onların mədəni, iqtisadi və sosial kimliyini necə formalaşdıracaq? Bax, bu həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.